Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. İyunun 27-si beynəlxalq maliyyə birjasında nələr baş verəcək? Təbii ki, rolikin ardından YouTube kanalında full versiyasına baxa bilərsiniz və biz əlbəttə ki, hər zaman olduğu kimi qızıldan danışacağıq. Yəni qızıl nə etdi? Yəni dünən hansı səviyyələrə qədər qalxdı və hansı səviyyələrə qədər endi? O haqda söhbət açacağıq. Yəni bildiyiniz kimi dünən gündəlik isə 47 dolardı, bugün isə gündəlik isə 45 dolara. Eyni zamanda yerli saatdan 16:30-da mütləq xəbərləri izləyin və dünən qızıl 40 dolar sürətlə dəyər itirdi və ondan sonra korreksiyalardan 28 dolar yüksəlişə doğru imza atdı. Səhər saatlarında biz Real Trade Signal kanalında və eləcə də gündə hər gün bir dəfə Qonaqol Telegram kanalında pulsuz siqnal veririk, təbii ki qızıldan. Bugün sadəcə olaraq 2 siqnal vermişik, onlardan biri də funtun dolar rəqabətindədir. Belə, eyni zamanda Real Trade Signal kanalında dünən verdiyimiz bütün əməliyyatlar gəlirdən nəticələndi və bugün səhər saatlarına 3291-də qızılda bay əməliyyatları verdi və 3297-də take profitlərinə bağladı, uğurla bağlandı. İkinci əməliyyatlar isə 3297-də açılsa belə təbii ki, həm stop losslarımız, həm də ki, sell stoplarımız 3290'lardadır. Çünki aşağıdaki iki dönüş nöqtəsi var. Onlardan biri var idi. Onların biri 3291 idi. Dönüş nöqtəsi biz orada alış əməliyyatlarını açdı və ikinci isə 3280'lər, 3278'lərdir. Yəni bunu da nəzər çatdırıram. Yəni alış əməliyyatları üçün, satış əməliyyatları üçün 3290'lara diqqət etməyə dəyər. Keçək biz Bitcoin artıq yenidən alış əməliyyatları ilə fəaliyyətdədir və yuxarı doğru istiqamətdən davam etdirməsi bu dəfə 108'lərdən 108-300'lərdən keçib və yenidən 110'lara qədər 11'lərə yüksəlməsi gözlənilir. Bugün təbii ki, cümə gündür. Cümləmiz də mübarək olsun. Satış əməliyyatları 106-700'lərdən düşünməyə dəyər. Biz keçək crude oil'a. Yəni ümumiyyətlə crude oil'dan da əlavə əsasən maraqlı olan traderlər üçün, maraqlı olan hazırdakı traderlər üçün ticarət edən real hesablarda trader üçün maraqlı olan Brent oil spotlarda və Brent future spotlardadır. Yəni artıq bu suallar olur ki, artıq bu flatdən çıxacaqmı, çıxmayacaqmı? Əslində trader üçün heç bir önəmi yoxdur. Biz hansı istiqamətə hərəkət edirik? Biz müqavimət dəstək xəttlərini çəkirik və belə bir söz vardı filmdən. Nefsi istir udsun, öz pulunu qazanır. Bizdə də yəni fərq etməz, yuxarı qalxarsa buy edib gəlirlərlə bağlayarıq, aşağı düşsə sell edib gəlirlərlə bağlayarıq. Yəni müqavimət dəstək xəttlərini nəzər çatdırım. Brent oil spotlarda 68-70'lərdən alışlardır. 67-80'lərdən isə satışlardır. Futures Brent future spotlardan isə 68-40'larda alışlardır, 67-50'lərdə isə satışlardır. Keçək biz digər cütlüklərə. Funtun dolar rəqabəti gündəlik isə 1120 pipsdir. Dünən 1200 pips yuxarı doğru istiqamətdən davam etdirdi. Alış əməliyyatlarını nəzər çatdırmışdır. Və bugün alışlar 1.37-500'lərdən, satışlar isə 1.37-150'lərdən. Evron dolar rəqabətinə gəldi isə gündəlik misiya 831 pipsdir və dünən 950 pips yuxarı doğru istiqamətdən davam etdirdi və bugün alışlar 1.17-200'lər, satışlar isə 1.16-700'lərdən gələcək. Və Nasdaq, S&P, Dow Jones, DAX-lar. Biz səhər saatlarından bunlara satış əməliyyatlarını demişik və baxaq görək satış əməliyyatları olurmu, yoxsa olmur. Təbii ki, alış əməliyyatlarına dünən bizim müqavimət xəttini nəzər çatdırdı. Həmin müqavimət xəttlərini kəsib yuxarı doğru istiqamətdən davam etdirir və bu korreksiyadan aşağı sell korreksiyasından sonra yenidən yuxarı doğru istiqamətdən davam edəcək. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.